Bakı-Tbilisi biletinin qiymətini tənqid etdi. O pula Avropaya uçun. Müğənni Fuad Musayev sosial şəbəkə hesabında Bakıdan Tbilisiyə qatar biletlərinin qiyməti ilə Avropaya aviabiletlərin qiymətini müqayisə edib. Aznes 360 xəbər verir ki, müğənni eyni pula yaxın məbləğə Bakıdan Avropaya uçmaq mümkün olduğunu bildirib. 80 manat verib 9 saat qatarla Tbilisiyə getməkdənsə, o pulun üstünə 10-15 AZN əlavə edin. Təyyarə ilə Avropaya uçun. Macarıstanın biz ayrı var olsun, bizimkilərdən çox bizi düşünür. Qeyd edək ki, mayın 26-sından Bakı-Tbilisi istiqamətində qatar reysi açılır. Reysdə komfort tipli vaqonlarda 81, Komfort Plus tipli vaqonlarda 117 və lüks tipli vaqonlarda 180 AZN-dən başlanan qiymətlər müəyyən edilib. Qiymətə 23 kiloqrama qədər əl yükü daxildir. Açıqlanan qiymətlər sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.